Saat 4-ə kimi bunların evində müharibə gedir. Boşqaf, banka, kim kimə gəldi atır, uşaqları döyür. Uşaq maşını gəlir, sənin maşının üstünə atılır, onun maşının üstünə atılır, pul dilənir. Söhbət Tovuz şəhəri Məhəmməd Zeynallı küçəsində yerləşən 3 mərtəbəli yataqxananın 3-cü mərtəbəsində yaşayan ailənin övladlarından gedir. Qonşuların sözlərinə görə ailə başçısı Səbuhi Ələsgərov spirtli içki alüdəçisi olub. Təranə Ələsgərova isə eşitmə, nitq həm də əqli qüsurludur. Bunun 3 yaşında uşağı var, bu uşaq su istəyə bilmir. Elə bilir ki, belə istəmək lazımdır. Başına döyür, qışqırır, başına döyür, qışqırır. O bir uşaqları da ki, saxlaya bilmir. Bax, sabah olanda uşaq durur, mama yemək yeyir. Məktəbə gedəmirlər. 3-4 dənə məktəb direktoru gəldi, müəllimələri gəldi. Məktəbə gəlmir, yəni məktəbə gedərsə döyürlər bu uşaqlar. Deyim niyə? Saat 4-ə kimi bunların evində müharibə gedir. Boşqaf, banka, kim kimə gəldi atır, uşaqları döyür. Saat 4-dən sonra yatan uşaq saat 8-də durub məktəbə gedə bilərmi? Hansı başına? Atı yanı elə döyür ki, atı yana döyəndə sən görəsən. Üzü gözü cırıq-cırıq, sürürük. Qaçı ilə bir dəfə onu deşik eləmişdi. Ana, gəl qız deyirəm, başı işləmir. Uşaqları küçədə diləndirir. 2 dənə oğul deyil, sabah onlar əskər gedib bizi qoruyası oğlanlardır. 2 oğlan. 3 oğlan uşağı var. Diləndirdiyi hal-hazırda ikisidir. O birisi balacadır. Bu insan oğlanlarına deyir ki, pul göstərir, deyir ki, bir madı yox. Sarı pulu get gətir, gəl. Uşaq maşını gəlir, sənin maşının üstünə atılır, onun maşının üstünə atılır, pul dilənir. Plus onun bunun qapısından oğurluq eləyirlər. Uşaqlar o vəziyyətə çatır. Evin içində ərini götürür başına, kubik çırpır, qaz balonu yana-yana aynadan çölə tullayır. Məsələ müvafiq qurumlar tərəfindən nəzarətə götürülüb. 7, 6 və 2 yaşında olan İbrahim, Yusif və İlham Ələsgərovlar Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Onların tibbi müayinəsinin həyata keçirildiyi, hər birinin vəziyyətinin qənaətbəxş olduğu bildirilib.